Salam, hörmətli müəllimlər, hörmətli valideynlər və təhsil işçiləri. Bugünkü dərd dinləmənin qonağı İkram müəllim Rüstəmov, hörmətli həkim, Qarabağ Universiteti Tibb Elmləri və Tibb və Sağlamlıq Elmləri Fakültəsinin müəllimi. Xoş gördük İkram müəllim. Xoş gördük. Belə bugünkü məsələ cəmiyyətimizdə kifayət qədər belə məlumatsızlıqdan doğan problemlərin gətirdiyi bir məsələdir ki, bu məsələdə maarifləməyə ciddi şəkildə ehtiyac var. Problem ondadır ki, bir çox məktəblərdə, bir çox müəllimlər sağlamlıq imkanları məhdud olan uşaqlara sinifdə dərs keçə bilmirlər. Bunun da təbii bir çox səbəbləri var. Amma ümumi mənzərə bundan ibarətdir. Valideyn gedir, övladında hər hansı bir sağlamlıq imkanları məhduddur. Valideyn gedir, hər hansı bir yolla sağlamlıq arayışı alır və məktəbə adını yazdırır. Uşaq gəlir məktəbə və sinifdə başlayır qeyri-adi davranışlar mı deyək, bəlkə də bizə qeyri-adi gəlir, bəlkə də ümumi ortam üçün qeyri-adi gəlir. Təbii davranışlarını sərgiləməyə, deyək ki, burada çox riskli davranışlar da var, az riskli davranışlar da var və nəticədə müəllimə öyrəşdiyi formada dərs keçməyə imkan vermir və deyək ki, o uşağın hər hansı bir formada ya xəstəlik mi deyək, ya öyrənmə çətinliyi mi deyək, autizm spektr pozuntulu uşaq olsun, fərq eləmir. Birinci problem odur ki, valideyn sağlamlıq imkanları məhdud uşağa sağlamlıq arayışı alıb adi, yəni normal sinifdə uşağının təhsil almasını istəyir. Bu bir məsələ. İkinci problem, biz ona bəzən uşaqlara yanlış, naşı formada bir diaqnoz qoyuruq ki, bu uşaq belə davranırsa, demək, autizm spektr pozuntulu uşaqdır və kifayət qədər müəllimlər üçün baş ağrısıdır. Yəni, deyək ki, sinifdə 30 şagird varsa, 2 nəfər sağlamlıq imkanları məhdud uşaq olarsa, deyək ki, autizm spektr pozuntulu uşaq olarsa, müəllim onlarla necə davranacağını bilmir və mənzərə müşahidələrimiz bunu deyir də, davamlı olaraq müəllimlərlə ünsiyyət və s. Müəllim belə edir. O uşaqlara deyək ki, bir zəif tərəfini tapır ki, sən şəkil çək, onun başına hansısa bir formada qatır və digər uşaqlara başlayır dərs keçməyə və o uşaq təhsil almaqdan bir növ məhrum qalır. İndi bilmək istəyərdik ki, ümumiyyətlə, autizm spektr pozuntusu, daha belə dar götürsək bugünkü mövzumuzu, autizm spektr pozuntusu nədir? Bunun dərəcələri, ümumiyyətlə səviyyələri varmı? Ümumiyyətlə, bununla bağlı bir cəmiyyətimizi maarifləndirək. Mümkünsə. Təşəkkür edirəm İkram dəvət üçün. Həqiqətən bu mövzu çox yaralı yerimizdir. İstər həkimlər üçün, istər müəllimlər üçün, istər valideynlər üçün və istərsə ümumiyyətlə təhsil sistemi üçün çox aktual və çox önəmli məsələdir. Məncə, burada biraz aspektləri bölmək lazımdır. Sualınıza keçməzdən qabaq bir-iki bundan əlaqəli fikrimi demək istəyirəm. Sağlamlıq imkanı məhdud uşaq dediyimiz zaman əslində ümumi planda bunu iki yerə bölə bilərik. Bir, fiziki olaraq sağlamlıq imkanı məhdud ola bilər, biz mental olaraq sağlamlıq imkanı məhdud ola bilər. Yəni, biz təbii ki, mental olandan daha çox bəhs edəcəyik. Bunu da iki yerə bölmək olar. Bəzi sağlamlıq imkanları məhdud uşaqlar var ki, bunlar əslində normal tədrisdə olmaları onların ümumi inkişafı və cəmiyyətə adaptasiyası üçün çox önəmlidir. Amma təbii ki, burada müəllimin ayrıca bir rolu var, valideynin ayrıca bir rolu var. Yəni, bu biraz daha detallı, bəlkə də danışacağıq bəzi məqamları. Sadəcə vurğulayaraq keçirəm, detala girmədən. Bir də ki, bəzi sağlamlıq imkanı məhdud uşaqlar var ki, bunların həqiqətən normal tədris prosesində tədris alması digər uşaqların, deyək ki, təhsil almasında problemlər yarada bilər və eyni zamanda hətta evdə belə öz qardaşının, bacısının, yəni valideynin o biri uşaqlara verməli olduğu valideynlik, deyək ki, məsuliyyətlərini, məcburiyyətlərinə belə maneçilik törədə bilər. Yəni, burada ona görə bu məqamları mütləq ayırt eləmək lazımdır. Çünki biz bəzən deyəndə ki, sağlamlıq imkanı məhdud uşaq təhsildə problem yaradır. Bu, birmənalı qarşılanmır əksər hallarda. Bizim ən önəmli problemlərimizdən biri nədir? Çox təəssüf ki, bir çox təhsil işçilərimizin, ən başda da müəllimlərimizin, xüsusilə ibtidai sinif müəllimlərinin həqiqətən psixiatriya, psixologiya, psixopedagogika anlayışlarında çox ciddi problemlərlə qarşılaşırıq və bəzən o uşaqlara həqiqətən düzgün davranılmır.
Bu nöqteyi nəzərdən birincisi məsələyə baxmaq lazım. Məlumatsızlıq var yəni. Bəli, ciddi məlumatsızlıq var. Bəzən də müəllimlər hani psixologiya dərsi keçdim, mən psixologiyanı bilirəm kimi bir yanaşmaya gəlirlər, amma praktiki psixologiya ilə və ya psixiatriya ilə təbii ki, ümumi nəzəri psixologiya arasında dünyalar qədər fərq var deməyim, amma yəni ciddi bir fərqlilik var. Yəni nəzəriyyə ilə praktika hər zaman üst-üzə düşmür. Yəni o nəzəriyyənin praktikada təcrübəli olmaq, o praktiki təcrübəyə sahib olmaq tamamilə başqa bir şeydir. Sualınıza gəlincə, autistik spektr pozuntusu ümumiyyətlə cəmiyyətdə son vaxtlarda artıq çox danışılır. Hətta artıq valideynlər də bu mövzuda çox ciddi məlumat sahibidirlər. Artıq hər kəs eyni şeyləri təkrarlayır. Amma indi sualınıza verdiyiniz üçün cavablayım. Hal-hazırda dünyada autizm spektrum pozuntusunun sıxlığı artıq 31 uşaqdan birində var. Son açıqlanan Amerikanın bu CDC dediyimiz qurumunun açıqlamasında belə bir rəqəm var. Bu çox ciddi bir rəqəmdir. Yəni nəzərə alsaq ki, bundan 40-50 il əvvəl bu rəqəm 5000-də bir, 10.000-də birlərdə idi. Hal-hazırda 31-də bir ciddi bir məsələdir. Bu işin birinci tərəfi. İkinci tərəfi, bəzən valideynlər autizm spektr pozuntusunu çox ayırt edə bilmirlər. Məsələn, elə düşünürlər ki, autizm ağır diaqnozdur, autizm spektrum pozuntusu yüngül diaqnozdur kimi bir anlayış var. Əslində, burada yanaşma Amerikan Psixiatri Assosiasiyasının təsnifatından qaynaqlanır. Deməli, 2013-cü ilə qədər olan 4-cü təsnifatda autizm, atipik autizm, Asperger sindromu kimi təsnifatda müxtəlif diaqnozlar vardı. Amma 2013-cü ildən sonra yeni çıxan təsnifat və 2-3 il əvvəl o təsnifatı yenə reviziya elədilər, yenilədilər yəni. O təsnifatda artıq bu diaqnozların, yəni bu autizm, atipik autizm, Asperger, bir də PDD-NOS dedikləri bir diaqnoz vardı. Onları birləşdirib artıq bir spektrum halına gətirdilər. Mən valideynlərə bu spektrum sözünü izah edərkən belə deyirəm. Məsələn, deyək ki, qırmızı rəngin çalarları vardır. Məsələn, tünd qırmızı vardır, gür qırmızısı vardır, açıq qırmızı vardır, bordo rəngi vardır, çəhrayı rəngi vardır. Yəni, bunlar hamısı qırmızının çalarlarıdır. Eyni rəng deyil, amma bir ortaq xüsusiyyətləri var. Yəni, spektrumu belə başa düşmək daha doğrudur. Və ya bir qutu kimi düşünün, deyirəm. Uşaq onun içindədirmi, çölündədirmi, əslində ona qərar veririk. Autizm daha xalq ifadəsi ilə, əslində təsnifatda belə bir ifadə yoxdur. Xalq ifadəsi ilə deyək ki, daha ağır olduğu düşünülən diaqnozdur. Yəni, bu uşaqların çox daha ciddi ünsiyyət defisitləri var, nitq inkişaf problemləri var, davranış problemləri var. Atipik autizm, hani bunun biraz daha dırnaq içində daha yüngül forması. Amma belə bir təsnifat yoxdur. Bəzi dırnaq arası mütəxəssislər valideynlərə səndə yüngül autizmdir, səndə ağır autizmdir kimi ifadələr istifadə edirlər. Belə bir təsnifat yoxdur əslində. O nöqteyi nəzərindən bunları niyə birləşdirib? Asperger dediyimiz və yüksək funksiyonal autizm dediyimiz xəstəlikdə burada da artıq intellektual bacarıqlar, yəni zəka xüsusiyyətləri çox daha yüksəkdir, amma ünsiyyət bacarıqlarında əziyyət çəkir. Təbii ki, bu uşaqların proqnostik göstəriciləri daha yaxşıdır klassik autizmə görə, amma bunların hamısını artıq ümumiləşdirdilər. Dediyim kimi, bir autizm spektrum halına gətirdilər. Burada ana əlamətləri bayaq dedim, amma yenə də üstündən keçim. Ən təməl problem bu uşaqların ünsiyyət bacarıqlarının yaşına uyğun olmamasıdır. Məsələn, bir uşaq deyək ki, biz bəzən bu nümunəni çox sıx istifadə edirəm. Məsələn, insan lal ola bilər, dil, nitq bacarığı inkişaf etməyə bilər. Amma bir bədən dili vardır, jestləri vardır, mimikaları vardır. Yəni, qeyri-şifahi bir ünsiyyət bacarığı var. Autizm spektrum pozuntusundan əziyyət çəkən uşaqlarda həm şifahi, həm qeyri-şifahi ünsiyyət bacarıqlarında defisit var. Və ən təməl problem isə qeyri-şifahi ünsiyyət bacarıqlarıdır. Çünki valideynlər daha çox bu uşaq danışmır deyə narahat olurlar. Hətta bəzi dırnaqarası defektoloqlar filan 5 dənə söz əzbərlətdirirlər. Deyirlər, bax, uşağın danışdı. Amma burada məsələ danışmaqdan daha çox anlamaqdır və ünsiyyət bacarığıdır. Burada qırmızı bayraq xüsusilə 3 yaşa qədər olan dövrdə bu problemin aşkarlanması, ən azından riskin görülməsi. Çünki diaqnozu 30 aydan tez qoymuruq, 2 yaş yarımdan tez qoymuruq. Amma riski mütləq erkən yaşlarda təsbit etməyimiz və problemin erkən üstünə düşmək ki, bir çox dünyada artıq səhiyyə siyasətində erkən inkişaf proqramları var, erkən müdaxilə proqramları var. Üstünə düşmək çox önəmlidir. Burada bəzi qırmızı bayraq dediyimiz əlamətlər var. Məsələn, göz təmasının qurula bilməməsi, adına reaksiyanın zəif olması, ondan sonra gözü ilə məsələn ananı izləməməsi, digər uşaqlarla deyək ki, kontakt qurmaması,
Ondan sonra bəzi təkrarlayıcı hərəkətlər, məsələn, bu fırlanma hərəkəti olur, əl çırpma, qanat çırpma, eyni xətt üstündə gedib gəlmə və s. kimi müxtəlif əlamətlər var ki, bu əlamətləri gördüyümüz anda deyirik ki, mütləq bir mütəxəssisdən övladınızı müayinəyə götürün. Mütəxəssis deyəndə də burada tibbi mütəxəssisdən, həkimdən söhbət gedir. Çünki bəzən müəllimlər bəzən sizin dediyiniz kimi, yəni biraz mən də bilirəm deyə diaqnoz qoyurlar, amma burada gözdən qaçan məqamlar, indi hamı bir autizm eksperti olub. Amma bu iş o qədər də asan deyil. Çətin düşən kimi deyir ki, bu autizm düşər. Çünki bəzən tablolar çox klassik olur, çox diqqət çəkir, amma bəzən də elə silik tablolar olur ki, məsələn, təzəlikcə bir post gördüm. Bir həkim, ixtisaslı bir həkim xəstəyə diaqnoz qoyub, autizm spektrum pozuntusu deyə. Bir loqoped də bunun videosunu paylaşıb, bir il əvvəl diaqnoz qoyulub, indi bax, uşaq danışır, bunun harası autizmdir falan. Amma sırf videodan belə görürsən ki, uşağın həqiqətən kontakt bacarıqlarında əksiklik var. Yəni danışmaq, ünsiyyət qurmaq autizm və ya autistik spektr yoxdur demək deyil. Yəni bu, yenə deyirəm, bir spektrumdur. Yəni bir ucdan bir uca geniş bir aralıqdır. Yəni burada heç danışmayan, heç ünsiyyət qurmayan bir uşaq da ola bilər. Ünsiyyət quran bir uşaq da ola bilər və ya danışan bir uşaq da ola bilər. Buradakı məsələ ünsiyyət bacarıqlarının yaşına uyğunsuzluğundan gedir. Yəni o bəzən çox incə məqamlar var ki, onu bəzi mütəxəssislər həqiqətən gözdən qaçırırlar və ailələr də yanlış yönləndirirlər. Bir də burada bir önəmli məsələ var. Ailələr ümumiyyətlə autizm sözündən qorxurlar. Bu çox ciddi. Heç kəs öz övladına bir növ yaraşdırmır o. Çünki əslində bu qorxuların çoxu da yanlış bilgidən qaynaqlanır. Çünki insanlar düşünür ki, autizm inkişaf ləngiməsi deməkdir. Autizmin inkişaf ləngiməsi ilə heç bir əlaqəsi yoxdur. Autizmlə yanaşı inkişaf ləngiməsi ola bilərmi? Ola bilər. Autizmlə yanaşı diqqət təsiri hiperaktivlik pozuntusu ola bilərmi? Ola bilər. Amma autizm təməl problem olaraq ünsiyyət bacarıqlarının yaşına uyğun olmamasıdır. Yəni burada nitqdir, davranışdır, maraq dairəsidir. Bunlar əslində ikinci planda olan simptomlardır. Yəni təməl məsələ ünsiyyət bacarıqlarında yaşa uyğunsuzluqdur. Məsələn, bəzən valideynlər bunu da deyir ki, bu uşaq şeyi bacarır axı, məsələn, legoları deyək ki, qəşəng düzür, puzzle'ları yaxşı yığır. Məsələn, bunun zehni fəaliyyəti deyil. Deyil, bəli. Burada tamamilə ünsiyyət, mən bunu çox bəsit artıq bir neçə aydır bu nümunə çox mənim üçün ideal gəlir valideynlər durumu izah etmək üçün. Məsələn, valideynə sual verirəm ki, saralısınız, məsələn, deyir ki, Gəncəli. Deyirəm ki, tutaq ki, elə bilin ki, bir Gəncə bazarına bir fransızı gətirib qoymusunuz. O fransız orada nə əziyyət çəkirsə, əslində autistik spektr pozuntusu o deməkdir. Yəni bir fransız Azərbaycan dilində bilmir deyə siz ona deyək ki, inkişafı geridir deyə bilməzsiniz. Aşağılaya bilmərsiniz. Və ya bir deyək ki, uyğunsuz bir paltarla o bazarda gəzir deyə, bir Parisdə gəzdiyi kimi gəzir deyə siz onu hani bir mənada bu bizdən deyil kimi davrana bilməzsiniz. Burada məsələ nədir? Fransızca bilən bir Gəncəlinin oturub ona Gəncəlliyi öyrət məsələsində. Çünki dərman verərək də fransızca Gəncəli eləyə bilməzsiniz və ya bəzi aparatlara qoşurlar. Aparatlara qoşaraq Gəncəli eləyə bilməzsiniz. Yəni burada yanaşma, diaqnostika, yəni biraz bir bənzətmə olaraq, metafor olaraq bunu istifadə edirəm. O zaman biraz daha anlaşılır olur. Çünki həqiqətən anlamaq çətindir. Çox sağ olun, təşəkkür edirəm. Bu bayağı belə çox belə detallı və aydın məlumat verdiniz. Səbəb və müalicə məsələsinə bu toxunmuşkən, səbəbləri nədən qaynaq? Ən çox səbəblər? Burada ümumiyyətlə həddindən artıq fərziyyə var. Amma mən bunu bir Bennett Leventhal-ın bir sözü ilə əslində izah edib üstünə deyim. Bennett Leventhal kimdir? Bu Chicago Universitetinin professorudur. Xüsusilə bu sahədə dünyada ən uzun təcrübəsi olan professorlardan biridir, uşaq psixiyatrıdır. 60 ildən çox da artıq bu sahədə işləyir. O bir konqresdə bir cümlə dedi. Dedi ki, bu mövzu ilə əlaqəli hamı işləyir. Yəni bütün ölkələrdə demək olar ki, tədqiqat aparan klinisist və ya təməl bilimci ixtisas sahibləri bu sahədə çox ciddi tədqiqatlar və araşdırmalar aparırlar. Amma deyir ki, biz hələ evin yolunu tapmışıq, qapını da tapmışıq, evin qapısına qədər gəlmişik, amma qapıdan içəri hələ də girməmişik. Yəni o yolu artıq tapmışıq, ora qədər gəlmişik, amma evin içində nə baş verir, bunu hələ də bilmirik. Əslində bu çox, belə deyək də, bizim üçün çox gözəl bir izahdır. Niyə?
Çünki indi səbəbi soruşursunuz. Səbəb olaraq müxtəlif fərziyyələr olsa da bir dənə isbat edilmiş tək səbəb genetik səbəblərdir. Genetik deyəndə də bəzən bəzi insanlar düşünür ki, hə, kimdəsə vardı, gəldi burada da çıxdı. Xeyr. Burada tamamilə bəzi epigenetik dəyişikliklərdən söhbət gedir. Burada deyək ki, müxtəlif bəzən genlərə olan mühit təsirlərindən söhbət gedir. Hani hardan bilirik genetik səbəblərin olduğunu? Deməli, ümumiyyətlə genetik tədqiqatlarda, xüsusilə müşahidə tədqiqatları aparılarkən çox spesifik genlər deyil, bu observational dedikləri müşahidələr tədqiqatlarında nəyi müşahidə edir? Məsələn, tək yumurta ikizləri və övladlıq götürülmüş uşaqlar. Bunlarla aparılan tədqiqatlar var ki, burada xüsusilə tək yumurta ikizlərində risk statistik olaraq yüksək çıxıb və övladlıq götürülən uşaqlarda demək olar ki, bu risk əlaqəsizdir. O nöqteyi nəzərdən baxdığımız zaman, yəni bunun bir genetik komponenti olduğunu düşünürük təməl olaraq. Və autistik uşaqların ki, mənim də hal-hazırda üstündə işlədiyim elmi işdə bu mövzudadır. Autistik olan uşaqların valideynlərində belə müxtəlif bəzi fenotipik xarakter xüsusiyyətləri, məsələn, deyək ki, takıntılılıq sıx müşahidə olunur. Yəni, hər kəsdə var deyə də bir şey yoxdur, amma statistik olaraq yüksəkdir bu. Takıntılılıq, məsələn, obsesiyalar sıx müşahidə olunur. Bəzən ünsiyyətsizlik sıx müşahidə olunur. Məsələn, çox dostu yoxdur, çox ünsiyyətçil deyil. Xalq ifadəsi ilə desək, biraz qaraqabaqdır, biraz özünə qapalı kimi valideynləri sıx görürük və s. Yəni, müxtəlif psixopatoloji xüsusiyyətlərlə də sıx qarşılaşırıq. Bu da məsələnin müəyyən, deyək ki, genetik təməllər olduğunu göstərir. Məsələn, 5000-də bir uşaqdaydı, indi 31-də birdir. Məsələn, siz dedikcə, mən bir kənar şəxs olaraq, təbii mənim sahəm deyil, fikirləşirəm ki, məsələn, son 50 ildə, son 100 ildə deyək, dünya kəskin şəkildə dəyişir və dediniz ki, o mühitin, insanın mühitə uyğunlaşmasında səbəb ola bilir. O son dönəmlərki o həyat şəraiti, o psixoloji travmalar falan insanı ki, o bəzən asosial edə bilir, bəzən problemlər. Onlar dolayısıyla o yediyimiz qidaların da burada rolu var. Ailə mühit, o mühitdəki o gərgin bir, xüsusən də bizim cəmiyyətdə bu xassıda bir ailələrdə bir adətən hamısında olması da böyük əksəriyyətdə bir gərgin mühit var. Onun nəticəsində insanların düşüncəsi, onun davranışına və zaman bu gətirərdəsə bir patlaq verə bilir. Kimi deyə bilərikmi? Müasir təbabət sübut əsaslanan təbabətdir. Yəni, biz əgər elmə inanırıqsa və bir elmlə, bir klinikada bir elmdir, nəticədə tibbdə bir elmdir, bir elmlə məşğuluqsa, biz əlimizdə sübut faktı olmadan heç vaxt danışmamalıyıq. Yəni, bizim ölkəmizdə hal-hazırda bəzi danışanların ən təməl problemi budur. Yəni, bununla əlaqəli fakt yoxdursa, mən sizə net bir cavab verməməliyəm, verə də bilmərəm. Sadəcə ehtimallar deyirsən. Yəni, təbii ki, müxtəlif dəyişikliklər var. Məsələn, paket qidaların təsiri varmı deyə soruşsaq, mən subyektiv olaraq bunun olduğunu düşünə bilərəm. Amma faktım yoxdursa, mən burada ekspert kimi oturmuşamsa, bunu var, ola bilər kimi. Çünki bizim nə danışdığımızdan daha çox bizi dinləyənin nə aldığı çox önəmlidir. Ona görə mesajların biraz daha net olmasında fayda var. Yəni, bu nöqteyi nəzərindən ola bilərmi? Ola bilər, mümkündür. Hamiləlik stresi ilə əlaqəsi varmı? Var, məsələn. Amma bunun real isbatı olmadığı üçün, məsələn, bu bağırsaq ikinci beyindir filan kimi söhbətlər var son vaxtlarda. Razıyam, bağırsaq çox önəmlidir. İnsan bu İbn Sina'dan, ta ondan əvvəldə, yəni Əl-Birunilərdən gələn bağırsağın insan, belə deyək ki, metabolizmasında, həyatında, beyin inkişafında və s. önəmi bu bilinir. Amma bunun hal-hazırda müasir elmdə bir isbatı olmadığı üçün bunu fakt olaraq ortaya qoymaq, nə bilim, bağırsaq mikrobiotalarını tənzimləmək, hiperbarik oksigen müalicələri eləmək, peyvənd günahlandırmaq, diyetalar, ondan sonra neyrofeedback aparatları, nə bilim, tomatis aparatı, bunların heç birinin elmi izahı yoxdur. Daha doğrusu elmi izahı var, amma necə var? Tərsinə var ki, effekti olmadığına dair bir rətək məqalə var. Yəni, edirik, amma effekti yoxdur. Yəni, bunun sübutu var. Ümumiyyətlə, bunun dərmanla müalicəsi və yaxud ümumiyyətlə müalicəsi təbii ki, yəqin ki, tam keçəcək bir şey deyil. Yox, elə də deməyək, belə deyək, dərman müalicəsinə cavab verim, autizm spektrum pozuntusu bayaq dedim, yəni Gəncədəki fransız dərman verərək Gəncəli eləyə bilməzsiniz. Yəni, burada
birbaşa bir dərman müalicəsi yoxdur. Niyə yoxdur? Çünki mexanizmi bilmirik. Yəni bilmədiyimiz bir mexanizmə biz nə dərman verə bilərik? Dərmanı nəyə veririk? Yanaşı problemlərə. Məsələn, davranış problemi varsa dərman verə bilərik. Diqqət problemini deyək ki, kömək eləmək üçün verə bilərik. Yuxu probleminə verə bilərik. Bəzən yüksək spektrli olan uşaqlar, yəni yüksək funksiyalı üzr istəyirəm. Yəni intellektual səviyyəsi yüksək olan uşaqlar adaptə olurlar, cəmiyyətə qarışırlar və bunlar bəzən məsələn yeniyetməlik dövründə anlayışları formalaşdığı üçün çox rahatlıqla depressiyalara düşürlər, təşvişi olur, özünə inam problemi və s. Buralarda dərman müalicəsinin yeri var. Amma birbaşa autizm spektrum pozuntusunun müalicəsi ilə əlaqəli bir dərman müalicəsindən söhbət gedə bilməz. Yəni bu isbat edilmiş mexanizm olmadığı üçün. Yəni deyək ki, bizim təhsil olaraq buradan götürəcəyimiz şey odur ki, valideyn olaraq ona anlamalıyıq ki, biz birinci bundan qorxmamalıyıq. Bəli. Bunu doğru başa düşməliyik ki, bəli, bu sadəcə ünsiyyət bacarığının yaşla uyğunsuzluğudur. Məktəb olaraq, müəllim olaraq, təhsil olaraq başa düşməli olduğumuz odur ki, biz bu uşaqları bir kənara ata bilmərik. Ora qısaca bir ona izah verim. Ümumiyyətlə, autizm spektrum pozuntusu spektrumdur dedik. Yəni, burada deyək ki, əgər bir uşağın zəkası zəifdirsə, təbii ki, onun inkişafı daha ləng olur, daha yavaş olur və bu autizm spektrum pozuntusunun psixiatrik simptomlarından mübarizə daha çətin olur. Amma valideyn təbii ki, bir an öncə hər şeyin düzəlməsini istəyir. Ona görə biraz, mən hər zaman valideynlər dediyim bir söz var ki, keçmiş və ya gələcəklə əlləşməyin. Bu gün nə var, bu gün nə etməliyəm? Yəni, bu günə fokuslandığınız zaman daha çox nəticə əldə edə bilərsiniz. Yəni, önəmli müsbət proqnoz faktorlarından biri zəkadır. Əgər uşağın zəkası daha yaxşıdırsa, o uşağın proqnozu, yəni irəliləmə, dəyişmə, cəmiyyətə adaptə olma ehtimalı daha yüksəkdir. Çox üzr istəyirəm, bu sözü unutmayın. Burada biz zəka anlayışını bizdə adətən təhsildə bunu yanlış başa düşürlər. Dediyiniz o söz öyrənmə, intellektual bacarıq. Bunu yaddaşa bağlayırlar daha çox. Neçə söz bilir, olmaca. Bu deyil. Bu tamamilə kompleks düşünməklə bağlı olan. Düşünmə, qavram, yəni zehni bacarıqlardan söhbət gedir. Yəni şey deyil də bu nəsə söz, şeir əzbər bildim, mən zehnim üçün bu deyil. Düşünə bilmədən əslində təbii ki, o zəkası yaxşı uşaqların istər-istəməz yaddaşları da yaxşı olur. Yəni əksər hallarda istər eşitmə yaddaşı, istər görmə yaddaşı fenomenal olur bəzən bu uşaqlarda. Yəni bu amma təbii ki, tək bir komponent üzərindən danışmırıq. Bu müsbət proqnozdur. İkinci müsbət, bu zəka faktorunu da müsbət deyək ki, dəyərləndiriləndə, məsələn, erkən yaşda uşaqlarda necə dəyərləndiririk? Biraz da valideynə baxırıq. Məsələn, atanın, ananın intellektual bacarıqları yetərlidirsə, genetik background olaraq düşünürük ki, bu uşağın da daha erkən yaşdan söhbət gedir. Böyük yaşda təbii ki, bunu müayinədə çox daha net görürük. Amma oradan biz təxmin eləyə bilirik ki, burada dinamika daha yaxşıdır. Birinci bu. İkinci müsbət proqnostik faktor, xüsusilə erkən yaş olması. Yəni, bir uşağın yaş yarımında, 1 yaşında, 2 yaşına qədər, 3 yaşına qədər olan dövrdə müdaxilə inanılmaz dərəcədə proqnoza müsbət təsir edir. Üçüncü müsbət proqnostik faktor doğru təlim mərkəzi. Yəni, doğru müəllimlər. Çünki bizim ölkəmizdə təəssüf ki, yerindən duran bu saat psixologiya ilə, logopediya ilə, defektologiya ilə, idman terapiyalarına məşğuldur. Bu çox önəmlidir. Dördüncü müsbət proqnostik faktor valideynin öz dinamikası. Yəni, valideyn durumu nə dərəcədə doğru qəbul edir, nə dərəcədə o emosional şeylərə qapılmır, deyək ki, depressiyaya düşmür, təşvişə düşmür, narahatçılıq yaşamır. Yəni, o sözün, problemin emosiyasının altında əzilmirsə, övladına nə qədər çox istər mənəvi, istər emosional yatırım, investisiya eləyirsə, təbii ki, bu da proqnoz üçün çox önəmlidir. Çünki nəzərə alsaq ki, bizim ölkəmizdəki təlim prosedurlarının, yəni dövlət mərkəzlərində uşaq çoxdur, yer çox azdır və əksər insanlar özələ gedirlər. Özəldə də istər-istəməz doğru mütəxəssislə qarşılaşma və o mütəxəssisin ona doğru yanaşması proqnozu çox yaxşılaşdırır. Amma orada da saat təbii ki, maddiyyata bağlı olduğu üçün və bu ucuz proses deyil və bu qısa proses deyil. Ona görə ciddi bir maddi yük gətirir ailəyə. O nöqteyi nəzərdən də valideynin evdə xüsusilə o təlimatları yerinə yetirməsi, doğru işləməsi, doğru yanaşması çox önəmlidir. Yeri gəlmişkən burada bir məqamı da vurğulayım. Bəzən valideynlər deyir ki, müəllimə tabe olur, evdə mənə tabe olmur uşaq. Bu normaldır əslində. Çünki ev uşağın komfort zonasıdır. O nöqteyi nəzərindən valideynin evdə
müəllimin işlədiyi kimi deyil də, daha belə sırf o psixopedaqoji prosesi doğru izləmək şəklində, daha çox oyunlar, əyləncələr şəklində o prosesi idarə etməsi uşağın adaptasiyasını yaxşılaşdırır. Və bunun bir standart qaydası da yoxdur. Ona görə valideyn evdə özünə görə bir şeylər, deyək ki, qaydalar, nə bilim, özünə görə bir nələrsə tapacaq, yollar tapacaq. Çünki hər uşaqda fərqlidir təbii ki. Yəni, bütün bu məqamlar önəmlidir prosesdə. Bəzən müəllimlər deyir ki, məsələn, o autizm spektr pozuntusu uşaqlarla sərt davranmaq lazım, yəni sərt qaydalar olmalıdır. Bu doğrudurmu ümumiyyətlə? Yox, bir mənalı şəkildə. Çünki burada sərt deyil. Burada özəl davranmaq lazımdır. Nə deməkdir özəl? Baxın, bu uşaqların təbii ki, yüksək spektrlilərdən, yüksək funksiyalardan söhbət gedir, üzr istəyirəm. Yəni, intellektual səviyyəsi yüksək olan, çünki məktəbə çatıb, məktəbdə normal, ən azından adaptə olma şansı varsa, o uşaqlardan söhbət gedir. Bu uşaqlara öz doğruları var. Yəni, mənim həmişə yenə də sıx istifadə edin nümunə. Məsələn, deyirəm ki, bu uşaq qatıq qaradır deyirsə, siz 150 fakt gətirib qatığın ağ olduğunu isbat edə bilməzsiniz. Orada biraz siyasi davranacaqsınız. Etmək də yanlış olar, yəni. Hə, biraz arxa planda. Yəni, bu uşaqlara individual, yəni biz onları standart tərbiyə və ya pedaqogik metodlarla qazana bilmərik. Yəni, biraz onların dilini tutmağımız lazım. Yenə fransız nümunəsinə qayıdaq. Yəni, o fransıza siz bəzi şeyləri fransızca deməlisiniz. Yəni, bir fransıza siz Azərbaycan ilə fizika başa salırsınızsa və ya coğrafiya başa salırsınızsa, orada problem olacaq. Yəni, bəzi şeyləri fransızca demək məcburiyyətindəsiz. Yəni, onun dilini tutmaq məcburiyyətindəsiz. Yəni, bu nöqteyi nəzərindən bəzən sərtlik lazımdır, amma bəzən də dediyim kimi yumşaqlıq. Yəni, bu tamamilə individual. Bir də sərtlikdə bir şey qarışdırmamaq lazım. Vurmaq, döymək anlamında yox. Ümumiyyətlə yox. Burada bir məqam sərtlik, ümumiyyətlə vurmaq, döyməyə belə bəzən gəlib çıxa bilir, amma burada məqam nədir? Nə edirsinizsə, necə sərtlik göstərirsə göstərin, ümumiyyətlə uşaq tərbiyəsində də bu belədir. Duyğular, yəni ürəkdən gəlməməlidir. Yəni siz əsəbləşərək sərtlik göstərirsinizsə, bu problemdir. Görüntü olaraq çox sərt ola bilərsiniz, amma daxilən çox soyuqqanlı və kontrollu olmanız lazım. Yəni bu bir boksçunun döyüşünü nə qədər soyuqqanlı aparıb qələbə qazanma ehtimalı o qədər yüksəkdirsə, çünki hər insanda olduğu kimi bizdə də, yəni emosiyalar biraz o mühakiməmizi pozar. Kontrollu olmağımızı pozar. Ona görə emosiya kontrolu çox önəmlidir. Asan deyil, çox çətin prosesdir, amma bu mütləqdir. Yəni bu uşaqları biz əgər qazanmaq istəyirsə, çünki nəzərə alsaq ki, dünyanı dəyişdirənlər yüksək funksiyalı əslində autistik insanlar olur. Çünki elmi olaraq, bacarıq olaraq, məsələn bilirsiniz bir çox məşhurları, məsələn Einstein ən klassik nümunədir bununla əlaqəli. Yəni doğru yetişdirildiyi, doğru yönəldildiyi zaman bu uşaqlar dünyanı dəyişən insanlar olurlar. Cəmiyyət və təhsil həmən uşaqları bir növ, bizim burada bugünkü təhsilimizdəki dərdimiz odur ki, həmən uşaqları bir yanlış diaqnoz qoyuruq, kör-körənə diaqnoz qoyuruq. Bir də onları cəmiyyətdən ayırırıq. Yəni, biz stigmatizə edirik. Yəni o ünsiyyətlə yaş uyğunsuzluğunu bağlayırıq onun öyrənməsinə, öyrənə bilməməsinə. Və elə düşünürük ki, həmən uşaq ümumiyyətlə öyrənə bilmir və biz bundan ümumiyyətlə əlimizi üzmək lazımdır və biz bunu yola verməliyik. Və o belə də Allah. Ki, mən burada məsələbisiz nədir? Mənim müşahidə elədiyim praktikada. Bəzi müəllimlər əlləşmək istəmirlər. Açıq sözlə desək. Görür ki, bu uşaq biraz əziyyət tələb edir. Bəzi müəllimlər var ki, mən onları da qınamıram. Yəni, məsələn, sinif var ki, sinifdə 60 uşaq var. Yəni, bu 60 uşağın və ya 40 uşaq var, 30 uşaq var. Yəni, az sayılar deyil bunlar. Yəni, bu qədər və bunlar hamısı birinci sinifə gəlib, bunlar hamısı ibtidai sinifdədir. Yəni, bu qədər uşağın içində tək uşaqla ciddi maraqlanmaq da çox asan deyil. Bəzən bunun yolunu kölgə müəllim kimi, məsələn, shadow teacher dedikləri bir kölgə müəllim tuturlar. O bir çözüm ola bilir, amma bu da yenə, çünki biz uşaqların sosial adaptasiyasını əgər istəyiriksə, kölgə müəllim olması da o uşağı bəzən digər uşaqların gözündə yenə damğalayır. Ona görə mən bəzən kölgə müəllimlərə şeyi tövsiyə edirəm. Deyirəm ki, siz sinifdə özünüzü elə aparın ki, o köməkçi müəllim, siz digər uşaqlara da arada nəsə kömək edin. Onun yox da, ümumən. Özünüzü ən azından elə göstərin kimi. Yəni, yenə deyirəm, funksional uşaqlar çoxdur.
Bir tədqiqatdan danışım. Bizim apardığımız bir tədqiqatdır. Çox hörmətli Elm və Təhsil Nazirimiz cənab Emin Əmrullayevin təşəbbüsü ilə oldu bu. Məktəblərdə qısa bir pilot layihə elədik biz. Məsələn, məktəbə 1-ci sinifə gələn uşaqların tutaq ki, hansı psixiatrik problemləri var. Ən çox çıxan diqqət təsiri hiperaktivitədir. Ən çox çıxan spesifik öyrənmə çətinliyidir. Əslində, autistik spektr pozuntusu və s. kimi problemlər o qədər də, deyək ki, sıxlıq olaraq çox deyil. Yəni, 1-ci sinifə başlayın. Təbii ki, bəziləri bəlkə də ora qədər gəlib çatmır. Köməkçi məktəbə gedir, evdə təhsil. Bir də bu evdə təhsil məsələsi, onu da deyim, sonra bura qayıdım. Evdə təhsil ümumiyyətlə yüksək funksiyalı autistik spektr olan uşaqlara evdə təhsili qanunvericilikdə bu təbii ki mövcuddur, amma biz bunu qətiyyən tövsiyə eləmirik. Türmə kimi bir şey. Yox, biz onu cəmiyyətə adaptə eləmək istəyirik, amma o bir yandan da deyirik ki, sən dərs oxuya bilmirsən, evə müəllim gəlsin. Yəni, yenə bağlayırıq evə. Bu da önəmli məqamdır. Bayaqki mövzuya qayıdım. Əslində, diqqət təsirli hiperaktivite və spesifik öyrənmə çətinliyi dediyimiz məsələ məktəblərdə daha aktual bir mövzudur, autistik spektr pozuntusuna görə. Niyə? Çünki bu uşaqlara, məsələn, damğa, bəzi məktəblərdə belə damğa vurulur. Çox üzr istəyirəm izləyicilərdən ifadəmə görə. Tupoydur. Amma baxırsan ki, tupoy deyil. Məşhur bir Hindistan, Amir Xanın bir filmi var, yəqin ki, baxmışsınız, Every Child is Star. Bütün uşaq, hər uşaq ulduzdur deyə. Yəni, o filmin nümunəsini biz praktik olaraq çox yaşayırıq. Amma o uşağın fərqli xüsusiyyətlərini ortaya çıxardığınız zaman, biraz referans öyrənməklə məşğul olduğunuz zaman o uşaqların nələr bacardığını görürsünüz. Burada da şəxsiyyət formalaşdığı dönəmdə siz uşağı damğaladığınız zaman və bu biraz da xronik hala gəldiyi zaman sonra onu təzədən bəlli bir yaşdan sonra xüsusilə yeniyetməyə doğru adaptə eləmək mümkün deyil. Ona görə sözümün xülasəsi problemləri vaxtında diaqnostikasını aparıb, yəni hər dəcəl uşaq dəcəl deyildir. Yəni bu uşaq hiperaktivitəsi varsa bu bir xəstəlikdir. Bu uşaq özünü saxlaya bilmir. Yəni 5 dəqiqədən artıq, deyək ki, 3 dəqiqədən artıq otura bilmir, bəhanə ilə qələmini yerə salır, bəhanə ilə o birisi uşağın sözünü kəsir, müəllimə deyək ki, sualın axırını gətirmədən cavabını verir, durur sinifdə gəzir. Bu dəcəl uşaq demək deyil. Bunun üçün nə etmək lazımdır? Bu problemləri deyək ki, vaxtında aşkarlamaq üçün bir məktəb psixoloqlarının mütləq şəkildə bilgisinin artması lazım. Yəni, orada ciddi sıxıntılarımız var. Maariflənmələri lazım. Müəllimlərin maariflənməsi lazım. Həkim, təbii, psixiatr sayı çox deyil. Yəni, topu bütün yetişkin və uşaq psixiatrları məncə ölkədə 300 civarındadır. Hətta mən bir ara bəlli bir iş tempimə görə pasiyent qəbulunu dayandırmışdım. Buna görə sırf tənqid gəlirdi bəzi nevrolog həmkarlardan ki, onsuz da adam yoxdur falan. Amma mənim işlədiyim həqiqətən keyfiyyətli yoldaşlar vardı deyə biraz onlara güvənərək elə bir şey üçün məcburən eləmişdim, çatdıra bilmirdim. Sözüm onda yox. Yəni deməyim nədir? Bunlar hamısı problemdir. Yəni bu maariflənmə problemi, ekspert əksikliyi, olan ekspertlərin deyək ki, bilgi əksikliyi, bunlar hamısı bu uşaqların bəzən cəmiyyətdən əslində uzaq qalmamalıyken qalmasına gətirib çıxar. Burada təməl, mən düşüncə ilə bağlı ciddi sıxıntılarımız var. Biz bunu çox şey görürük. Dediyiniz məsələlərdə biz ümumiyyətlə birinci təməl budur ki, məktəb olaraq, məktəb rəhbəri olaraq, müəllimlər olaraq qəbul etməliyik ki, bu uşaqlarda o fərqli davranış səbəbsiz deyil və bu davranış əsas vermir ki, biz onu öyrənmədən kənarda saxlayaq. Ən vacib, bu inanc, bu düşüncə birinci bizdə olmalıdır. Ondan sonra artıq onun diaqnozu nədirsə, burada təbii, indi valideynlərin rolu dediyiniz kimi, belə anladıq ki, mümkün qədər tez diaqnoz qoymaq lazımdır. 2 yaş yarım dedirsə, eləmirəmsə, ən azından. 3 yaşa qədər mütləq tanımaq və üstünə düşmək. Düşmək lazımdır. Normalda diqqətli valideynlər 1 yaşa qədər bəzən hiss edirlər. Amma bəzi autistik spektr pozuntularının bəzilərində biz autistik regresiya dediyimiz bir şey var. Məsələn, hardasa bir yaş yarıma qədər uşaq sanki normal inkişafla gəlir, sonra bir sözləri deyək ki, unutma kimi ifadə olunur və ya geriləmə kimi ifadə olunur. Mümkün qədər tez üstünə düşmək lazımdır. Hiss edildiyi anda. Bəli, yəni bunun dərmanla müalicəsi yox, daha çox bunun qəbul edib özünə uyğun davranmaq daha önəmlidir. Təlimlər vacibdir. Çox böyük bir, belə deyək, xəstəlik kimi yox, bunu daha çox ünsiyyətin, fərqlilik, ünsiyyətin yaşa uyğunsuzluğu kimi başa düşməyimiz lazımdır və
tədrisdə də o uşaqları ayırmaq o uşaqları daha da pis hala gətirir. Biz onları daha İzolə çox eləmək deyə, ayırmaq deməkdir. yəni ona ayrıca bir tapşırıq veririk. İzah edirik ki, sən burada otur, mən uşaqlarla işləyim. Bu da doğru deyil. O uşaqların cəlb olunması, bəzən burada yanlış gözlənti var da, o ki, məsələn, hamı eyni dərəcədə yaxşı oxumalıdır. Biz qəbul edirik ki, bu uşaqlar fərqlidir. Belə də ola bilər, belə də ola bilər. Əsas onu sosial olaraq, ünsiyyət olaraq burada məqam nədir? Sözünüzü unutmayın, qısa bir şey deyim. Burada biz o uşaqlara əlifba vurma cədvəli öyrətmə dərdində deyilik. Biz bu uşaqları cəmiyyətə qazandırma dərdindəyik. Evet. Çünki bəzən valideynlər deyir ki, 1 il daha gözlədim. Mən də tam tərsinə deyirəm ki, 6 yaşında uşaqla 7 yaşında uşaq arasında inkişaf olaraq ciddi fərq var. Yəni bu 50 yaşında adamla 51 yaşındakı adam arasındakı fərq kimi deyil. Yəni o nöqteyi nəzərindən o uşaqları dəstəkləyərək yaşıdları ilə eyni mühitdə əgər təbii ki, ünsiyyət bacarıqlarını formalaşdırıbdırsa müəyyən dərəcədə. Çünki bəzi uşaqlar var, onlar həqiqətən uyğun deyil. Çox ağır inkişaf ləngimələri falan, onlar normal məktəbdə. Bəzən olur da bir uşaq götürür, az qala deyir qələmi deyir yoldaşın gözünə soxar. İşte orada diaqnostika və klinik xüsusiyyətlər önəmlidir. Bəlkə də avtizm spektrum pozuntusu deyil. Bəlkə də başqa bir problemdir. Biz sadəcə bildiyimiz, eşitdiyimiz label edirik ki, sən beləsən və s. Bir məqam hansı ki dediniz, bu ADHD məsələsi, o diqqət əskiliyi və hiperaktivlik. Onun vaxtınız varsa onunla da bağlı qısa bir arayış versəz ki, məsələn, toxunduğunuz məsələlərə ki, bu deyək ki, uşaqlar bir yerdə dayana bilmir, tez-tez deyək ki, bəlkə də fokuslanmamaq üçün bəhanələr axtara bilirlər və fərqli-fərqli davranışlar onları yayındırır. Biz ümumiyyətlə bunun müalicəsi varmı? Biz ümumiyyətlə istər autizm spektrum pozuntusu, istər spesifik öyrənmə çətinliyi, istər diqqət təsir hiperaktivitə və s. bu pozuntuların, bunların bir çoxu neyroinkişaf pozuntulardır. Neyroinkişaf nə deməkdir? Yəni bu beyin belə doğulub. Daha belə kobud ifadə ilə desək. Amma autistik spektrum pozuntusu və öyrənmə çətinliyində təlim prosesi müalicədə önəmlidirsə, diqqət təsir hiperaktivitədə də tam tərsi, dərman müalicələri çox önəmlidir. Burada 4 ana simptom var. Birinci simptom diqqəti toplaya bilməməkdir. İkinci simptom hərəkətlilikdir, yəni hiperaktivlik. Mən bunu motor qoşulmuş uşaq kimi biraz belə ironik yarı zarafat izah edirəm. Üçüncü əlamətimiz impulsivlikdir. Yəni biri var hərəkətlidir uşaq, bir də var ani. Məsələn, bunu da belə daha bəsitləşdirib izah eləmək olur. Məsələn, deyək ki, insan düşünür, sonra hərəkət edir. Bu uşaqlar hərəkət edir, sonra düşünür. Yəni tərsinədir, hövsələsiz, daha belə impulsiv davranırlar. Dördüncüsü də biz ona deyirik icra edici funksiyalar, yəni xalq ifadəsi ilə desək, dağınıq uşaqlardılar bunlar. Yəni planlama bacarıqları zəifdir, uzun dönəm plan qura bilmirlər. Yəni bir mənada, əslində bunların hamısını bir xalq ifadəsini hövsələsizlik kimi dəyərləndirə bilərsiniz də. Yəni bu daha qısa dönəm həzlərə yönəlirlər falan. Bu 4 ana simptom üzərinə qurulur xəstəlik. Zamanla bu simptomlar dəyişə bilir. Məsələn, davranış simptomları yaşla, intellektual bacarıqla yaxşıdırsa çox vaxt azalır. Amma diqqət funksiyası, dağınıqlıq kimi bu icra edici funksiyalarda zəiflik, bunlar əksərən daha yetkin yaşlarda da sıx müşahidə edilən simptomlardır. Burada dərman müalicələri tətbiq olunur və çox effektiv, çox faydalıdır bir çox uşaqda. Düzdür, indi bəzən müqamətli кейslərlə də qarşılaşırıq, artırırıq, azaldırıq, dəyişdiririk. Amma ümumiyyətlə əksərən diqqət hiperaktivlikdə pozunda dərman istifadə edirik. Amma dərmanda məsələ nədir? Məsələn, bəzi valideynlər deyir ki, dərmanı kəsirəm, yenə pisləşir. Çünki biz dərmanla kökünü qurutmuruq problemin. Yenə deyirəm, beyin belə doğulub. Biz sadəcə üstünü örtərək uşağın funksionallığının pozulmasının qabağını alırıq. Nə qədər müalicə edirik, bu da uşaqdan uşağa dəyişir. Yəni, bəzi uşaqları deyək ki, bütün ibtidai sinifi, hətta deyək ki, məktəb qutarana qədər belə fasiləsiz müalicə edə bilərik. Yəni, belə uşaqlar da var. Amma bəzi uşaqlar var ki, məsələn, deyək ki, bəzən olur yay tətilində, deyək ki, dərsə getmədiyi vaxtlar müalicəsini kəsib baxa bilirik. Yəni, bu dinamikadan asılıdır. Bunun da ayrı növləri var, 3 ayrı növü var. Diqqət əsliyi dominant tip var, yəni davranış problemləri dominant tip var, mix tip var və s. Çox oralara girib uzatmaq istəmirəm, amma təməl olaraq, yəni diqqət əsliyi hiperaktivdə
pozuntusu beynəlxalq müasir tibbdə dərman müalicələri ilə müalicə olunan bir xəstəlikdir. Yəni biz məktəbdə müəllim olaraq da o hiperaktiv uşaqlara zorla məcbur sakit otuzdurmağımız, onları davranış pozuntusu kimi bir növ tərbiyəsiz uşaq damğası ilə damğalamağımız və sakit otur, valideyninə şikayət, vəziyyət kritikləşir, psixoloq, məktəb rəhbəri və s. Biz başa düşməliyik ki, bu adamın bu problemi ola bilər. Bəli. Bunu yönəldirik deyək ki, mütəxəssis o diaqnozu qoyandan sonra. Dolayısıyla bizdə bir standart bir pəncərədən yox, dəyişən dünyamızda insanların da dəyişməsini qəbul edib, elə bir inklüziv mühit, yəni hər kəsi olduğu kimi qəbul edib, ona görə davranmağımız daha doğru. Məsələ bilirsiniz nədir ki, bizim cəmiyyətdə ən çox yaşadığımız məsələ 10 milyonluq da belə baxanda. Yəni 300 milyon deyilik, 500 milyon deyilik. Hadi indi cənubları saysan bir 40 milyon orada var. Dünyadakiləri saysan da toplasan yəni 40-50 milyon Azərbaycanlı var dünyada. Yəni çox deyilik dünya ilə müqayisədə. Bir Çinli qədər, Hindistanlı qədər deyilik. O nöqteyi nəzərdən baxanda biz bəzən bir-birimizin belə deyək, varlığımızın və ya necə ifadə edeyim ki, düzgün anlaşılsın. Yəni biz özümüz üçün dəyərli olmalıyıq. Yəni bir insanın, bir uşağın taleyi mənim üçün, əgər mən müəlliməmsə, həkiməmsə və ya bu işlə məşğul olan hər kiməmsə, mənim üçün maraqlı olmalıdır ki, mən o uşağı cəmiyyətimizə necə qazandıra bilərəm. Yəni bir Yahudinin, bir Erməninin, yəni bunu dünyada necə bacardığını, necə etdiyini, bunun örnəkləri hər gün qarşımıza çıxır. Amma bizdə biz burada biraz əksiyik. Yəni biz öz insanımıza sahib çıxma, öz insanımızı cəmiyyətimizə adaptə etmə, qazandırma, xoş görmə ki, əslində millət olaraq bu bizə xas bir xüsusiyyətdir. Ənənəmizdə, mentalitetimizdə olan bir xüsusiyyətdir. Amma son illərdə burada mən bir əksiklik görürəm. Bəlkə də bir çoxları məni qınayacaq bu fikirdə. Şəxs olaraq mən də o fikirdəyim ki, bir-birimizin bir növ ətini yeməklə məşğuluq da. Bəli. Yəni o uşaq nəticədə, məsələn, mənə bəzən valideynlər, mən tutaq uşaqlarla əlaqəli uşağın mənfəətinə görə bir şey deyirəm. Görürəm ki, valideynə xoş gəlmir. Mən ona çox açıq deyirəm ki, məsələn, sənə xoş gəlməməsi mənim üçün əhəmiyyətli deyil. Mənə o maraqlıdır. Mən bu işi görürəm, bu işin ekspertiyəm, bu işdən deyək ki, pul qazanıram. Bu tamamilə işin arxa planıdır. Yəni o uşaq qapıdan giribsə, mən onun bütün ehtiyaclarını, lazım olan deyək ki, maddi, mənəvi, fiziki mənə uyğun deyək ki, nələr etməliyəmsə, maksimum etmək məcburiyyətində və məsuliyyətində olmalıyım. Yəni bu müəllim üçün də belədir, bu deyək ki, valideyn üçün də belədir, bu direktor üçün də belədir. Yəni bütün təhsil sahəsində və ya sosioloji bir psixoloji, sosioloji, fəlsəfi bir məsələdir ki, bizim ümumiyyətlə düşüncəmiz necə yorulur. Biz bağçadan əgər neqativlə formalaşırıqsa, ailədə neqativlə formalaşırıqsa, biz yetkin insan olanda pozitivə özümüzü dəyişməyimiz çox ciddi bir şey tələb edir. İndi bu təhsillə əlaqəli bir podkast olduğu üçün, məsələn, diqqətimi çəkən biraz mövzunun qırağına çıxan bir məqamı qeyd edeyim. Məsələn, bəzi valideyn iclaslarında nə edirlər? Uşaqları gətirirlər, otururlar valideynlərin arxasında. Deyəndə ki, bu uşaqlar niyə buradadır? Deyirlər ki, qoyun eşitsin. Thomas Edison'un hekayəsini yəqin ki, bilirsiniz, anasının məktub məsələsini. Yəni, biz övladlarımızı danlayaraq, nəsihət edərək düzəltməyə çalışırıq. Aşağılayaraq, yəni olmaz. Amma və bunu təəssüf ki, pedaqoq adı ilə olan insanlar çox eləyirlər. Adı pedaqoq olan. Yəni, burada uşağı danlamaq da olar. Uşağa sərhəd qoymaq mütləqdir. Amma bunu kontrollu və anlayışla, yəni mən bu hərəkəti niyə edirəmin düşüncəsini anlayaraq etməm lazım. Yəni biz uşaqları danlayaraq, nəsihətlə heç kim düzəlməz. Baxın, belə bir şey yoxdur. Əgər mənim o nəsihətə ehtiyacım yoxdursa, mən reseptorlarımı, alıcılarımı açmamışamsa o nəsihət üçün, siz istədiyiniz qədər mənə nəsihət verin. Bu hər yaşda belədir. Mən bunu həmişə belə izah edirəm. Sizə də indi bu podkast, məsələn, siz deyək ki, mənə zəng elədiniz, mövzu dediniz ki, bu mövzuda sizin fikirləriniz indi doğrudur, səhvdir, o təbii ki, başqa mövzu, amma mən burada indi danışmağa başlamışam. Siz məni dinləyirsiniz, analiz edirsiniz və biz müəyyən müzakirə aparırıq. Yəni bu situasiyanı da fərqli düşünün. Siz məni tanımırsınız.
Amma mən də eyni işi görürəm, siz də eyni işi görürsünüz. Mən o qapını açıram, girirəm içəri, deyirəm ki, mən burada bu mövzuda danışacağam. Siz nə ediyorsunuz? Mənə ən yüngül şəkildə qapıdan qovarsınız ki, sən kimsən? Yəni, burada fərq nədir? Birində siz bir ehtiyac hiss edirsiniz. Bəli. İkincisində siz o ehtiyacı hiss etmədən mən məcbur şəkildə sizə öz, deyək ki, nəsiyyətimi, tövsiyəmi, hər adına nə deyirsiniz deyin. İnsanoğlu belədir. Biz bir nəsiyyəti, bir tövsiyəni, bir şeyi dinləmək üçün ona ehtiyac duymamız lazım. Açılmışkən elə bunda mən də dərdimi deyim. Ümumiyyətlə biz müəllimləri indi öyrədirik də pedaqogika, psixologiya və s. Baxırıq ki, müəllimlərin bunu qınamaq anlamında demirəm. Ya bu universitetdə təhsil verilməyib, ya görməyib ki, görməmişik. Biz bəzən bunu deyəndə insanlar qınayır, amma biz yoxlarımızı bilməliyik. Biz özümüzlə üzləşməsək, öz çatışmazlığımızı görməsək, özümüzü düzəldə bilməyəcəyik. Və baxırsan ki, o psixologiya sahəsində olan, məsələn, nəzəriyyələr, alimlər, onların yanaşması, bunlar hamısı o qədər məlumatsızlıq ki, bunlardan. Yəni, müəllim olaraq, direktor olaraq, deyək ki, valideyn olaraq, o qədər cəmiyyətimizdə bununla bağlı maariflənməyə ciddi ehtiyacı var ki. Baxırsan ki, bu addım atır, kör-körənə addım atır. Soruşsan ki, məsələn, bu davranışın, məsələn, uşaq partanın, sinifin arxasında, biz sinifin önündə oxuyanları otuzduruq, arxasında oturmayanları. Biz ayrımçılıq elədik. Artıq o arxada oturan necə davranacaq? Biz ondan doğru davranışı, biz burada bir şərt qoyduqsa, qəbul olunmaq üçün bir şərt qoyduqsa, ki, oxumaq şərtdir. Mənə yaxın olmaq üçün oxumaq şərtdir. O zaman arxada oturandan biz doğru davranışı necə gözləyə bilərik? Yəni, o qədər xırda detallar, məsələlər var ki, biz oradan təhsil icması olaraq o qədər uzaqdayıq. Və bəzən insan özünü çox aciz hiss edir ki, bunu düzəltmək üçün sən heç edə bilmirsən. Sən ancaq gücün 2 nəfər, 3 nəfər, 1 nəfər oturub yarım saat, 1 saat danışmağa, o da kim oradan götürürsə, götürür, götürməyən də götürmür və biz inkişaf eləmək istəyirik. Bu çox ağrılıdır, çox. Bu çox məşhur, hətta sosial şəbəkədə də qarşıma çıxdı bir hekayə var. Əminəm ki, siz də görmüsünüz. Bu uşaqlardan biri saat oğruyur sinifdə. İnanılmaz ibrətli əslində bir hekayədir. Bəli. Yəni, müəllimin orada dediyi söz ki, vallahi mən də gözlərimi yummuşdum, mən də bilmədim, o sən miydin? Yəni, müəllim yanaşması çox özəl bir həssasiyyət tələb edir, incəlik tələb edir. Təəssüf ki, biz bəzən müəllimliyə iş olaraq baxırıq, amma müəllimliyə iş deyil. Müəllim biraz daha fərqli bir profil. Yəni, biz anlamalıyıq ki... Rol model alırıq biz müəllimlə, yəni şagirdlər. Bizdən hamı ibtidai sinif müəllimini xatırlayar. Amma heç kim orta məktəbdə, heç kim deməyim də, yəni bəzi insanlar çox fizika, riyaziyyat müəllimi xatırlamaya bilər, yəni əgər çox belə xüsusi bir bağ o. Amma ibtidai sinif müəllimi hamını xatırlayır. Və yaxud da o xarizmatik müəllim ki olur, hansı ki, bizim həyatımıza çox ciddi təsir olur. Biz bir ömür boyunca onu xatırlayırıq. Niyə? Çünki bizim üçün çox yaxşı bir rol model olub. Bizim dönəmimiz, təbii biz 80-lərin axırı deyək ki, 90-ların əvvəli orta məktəb oxumuş insanlarıq. Mən ən azından öz adıma. Məsələn, o dönəmdə kişi müəllimlər vardı, xüsusilə 90-lara qədər. Xüsusilə oğlan uşaqlarının inkişafında kişi müəllimlərin olmağı məncə çox-çox əhəmiyyətlidir. Bizim dərsi bir dərs əvəzləyən bir müəllim, sadəcə bir dərs. Mən onun o duruşunu, o xarizmasını, bu haradasa 2-ci, 3-cü sinifdə, ibtidai sinifdən danışıram, hələ də unutmuram. Yaratdığı təəssürat. Hər bax, tək bir dərsimizə girib, 11 illik təhsil həyatım boyunca orta məktəbim, tək bir dərsimə girib mənim, o şəxsi mən hələ də unutmuram. Və başqa heç vaxt, heç adını indi bəlkə də rəhmətə gedib, Allah rəhmət eləsin. Böyük ihtimal rəhmət eləyib, çünki o zaman da yetər qədər yaşı vardı. Yəni... Elədir. Çox sağ olun, İkram müəllim, minnətdaram. Mən bir qısa ümumiləşdirmə eləsəm valideynlər üçün. Demək, hörmətli valideynlər, erkən yaşda diaqnozun qoyulmasına çalışmaq lazımdır. Bundan qorxmaq yox. Nə qədər tez, yəni qorxub özünüzdən autizm spektr pozuntusunun və s. kimi və yaxud da yan problemlərin üzə çıxarılmasını ertələsəz, görməzdən gəlsəz, özünüzü qorxursaz, o qədər uşağınıza pislik etmiş olursunuz. Mümkün qədər tez bunun diaqnozunu qoyulmasına çalışmaq lazımdır. Sonra autizm spektr pozuntusunun dərmanla müalicəsi yoxdur. Onu sadəcə sosial olaraq qazanmaq lazımdır. Hörmətli müəllimlər, həmən uşaqları
biz izolə etmək yox, daha çox cəmiyyətə qazanmaq. Hə, ola bilsin ki, o 5 almaya bilər summativdə. Amma bizim məqsədimiz onu cəmiyyətə qazanmaqdır ki, inklüziv təhsilin də əsas mahiyyəti budur. Diqqət əskikliyi, hiperaktivlik sindromu da dərmanla müalicəsi var. Orada da yenə uşaqları, yenə burada önəmli məsələ hamını eyni gözdə görmək yox, fərqlilikləri qəbul etmək və o fərqliliyə görə onlara belə münasibət göstərmək, onlarla işləmək lazımdır. Təbii bu məsələdə müəllimlərə valideynlərin dəstəyi çox önəmlidir və bir yerdə valideyn, müəllim bir yerdə uşağın rifahını, yəni söhbət mental rifahdan gedir, rifahını təmin edə bilərsiniz. Çox sağ olun İkram doktor, vaxt ayırdınız, gəldiniz, sizlə söhbət eləmək xoşdur. Sizə mən şəxsimdə də yəni çox böyük dəyər verirəm, həm işinin peşəkarı olaraq. Siz bizim cəmiyyət üçün dəyərli mütəxəssislərdənsiniz. Nə qədər ki, bu indi işlədiyiniz müəssisədə insanların yetişdirilməsi üçün çalışır, bu çox önəmlidir. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, minnətdaram mən də dəvət üçün. Sağ olun. Sağ olun.